Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əməkdar artist Nalə İslamzadə haqqında çıxan xəbərlərlə bağlı müraciət edib. Xəbər verir ki, bu barədə o sosial media hesablarında məlumat paylaşıb. İslamzadə bəzi paylaşımlara iradını bildirib. Sayt rəhbərləri və səhifə inzibatçılarına sosial şəbəkələrdə, müxtəlif xəbər saytlarında və şəxsi səhifələrdə tez-tez şəkillərin paylaşılır. Təşəkkür edirəm, xoş sözlər, diqqət və dəyərləndirmə mənim üçün önəmlidir, amma bu mənim istəyimə ziddir. Təəssüf ki, bəzi paylaşımlar təhrif olunur, bilərəkdən kontekstdən çıxarılır və diqqət çəkmək məqsədilə yanlış başlıqlarla təqdim edilir. Peşəkar fəaliyyətimlə, illərlə qazandığım tamaşaçı etimadıma sahib olmaq mənim üçün kifayət qədər böyük mükafatdır. İstəmirəm ki, sosial mediada şəkillərin müzakirə obyekti olsun və mənim adım klik və ya like üçün istifadə edilsin. Hamı bilir ki, doğum tarixim 1961-ci ildir. Təkrar bunu yazaraq istifadəçiləri də yormayın. Xarici görünüş ilk baxışda insanı cəlb edə bilər, amma daxili nur, səmimiyyət, mərhəmət və ağıl olmadan o gözəllik çox tez solur. Anlayıram, mən ictimai insanam və haqqımda paylaşımlar ola bilər. Amma cılız başlıqlarla illər əvvəl çəkilmiş video və şəkillərimi indi çəkilmiş kimi təkrar səhifənizdə yerləşdirib müzakirə açmayın. Mövzu qıtlığınız varsa, biraz da dərin düşünün. Necə etmək olar ki, səhifəniz maraqlı olsun. Haqqımda nəyəsə yazmaq istəsəniz, mənə müraciət edin. Xahiş edirəm, bu qərarıma anlayışla yanaşasınız və bundan sonra şəkillərimi müzakirə obyektinə çevirməyəsiniz. Əks halda, bu həm etik normaların, həm də müəlliflik və şəxsi hüquqların pozulması kimi qiymətləndiriləcək.